Distinguished President Hörmətli Prezident, and dear friend, əziz dostum, Mr. Ilham Aliyev, cənab İlham Əliyev, distinguished ministers, hörmətli Azərbaycan hökumətinin nazirləri və Serbiya hökumətinin nazirləri, ladies and gentlemen, xanımlar və cənablar, əziz dostlar. it gives me an honor to Serbiya Respublikası və Azərbaycan Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının ilk iclasını açmaqdan şərəf hissi duyuram. the special symbolic of today's meeting and Bugün keçirilən görüşün və şura iclasının xüsusi rəmzi əhəmiyyəti var. Çünki o, Serbiya Respublikasının ən mühüm milli bayramı günündə, dövlətçilik günündə keçirilir. Və bu tarixi biz ən yaxın dostlarımızla, Prezident İlham Əliyevlə və Azərbaycandan gəlmiş qonaqlarımızla qeyd edirik. this session is a Bu turning iclas iki tərəfli münasibətlərimizdə dönüş nöqtəsidir və ölkələrimiz arasında münasibətlərin ən yüksək strateji səviyyəyə qaldırılması üçün birgə siyasi iradənin bariz nümunəsidir. Let me remind you İcazənizlə xatırladım ki, bu şura, əziz dostum, Prezident İlham Əliyevlə formalaşdırdığımız birgə mövqedən və razılaşmalardan qaynaqlanır. Serbiya Respublikası yalnız az sayda ölkələrlə bu cür formatda görüşlər keçirir. really underlined that İcazə verin, xüsusi olaraq bildirim ki, Prezident Əliyevin, o cümlədən Azərbaycan Respublikası və Serbiya Respublikası hökumətlərinin, yüksək səviyyəli rəsmilərinin və nazirlərin burada olması bu şuraya hər iki tərəfin verdiyi əhəmiyyəti aydın şəkildə göstərir. that our today's work Əminəm ki, bugün gördüyümüz iş konkret nəticələrə, aydın razılaşmalara və uzun müddətli əməkdaşlığa aid mövqeyə əsaslanır. I'll make my introductory speech Mən much shorter. giriş nitqimi çox qısa edəcəm və xahiş edirəm ki, Serbiyanın nazirləri də eyni yanaşma göstərsinlər. Çünki biz mətbuata bəyanat mərasiminə yuvana bilmərik. Xahiş edirəm, həmin reglamentə Wanted to uyğun address olaq. a few things. Mən sadəcə bir neçə məsələni əlavə etmək istərdim. Əziz dostum, cənab prezident və Azərbaycandan gəlmiş hörmətli dostlar, To develop biz dost ölkə best Azərbaycanla ən yaxşı strateji tərəfdaşlığı inkişaf etdirməkdə olduqca country, israrlıyıq. Azerbaijan, and Biz will devote bu məqsədə doğru which means gedəcəyik. diligently Bu o deməkdir ki, in order biz müxtəlif sahələrdə münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün ürəkdən çalışacağıq. as it always goes with the friends. We'll face Dostlara gəldikdə, some issues. qarşımıza çətinliklər çıxanda, bəzi məsələlərlə üzləşəndə biz hər zaman onları birlikdə həll edə Never bilirik. expire. Bu hər zaman belə olacaq. For Arzu edirik ki, creating better dostluq, daha yaxşı münasibətlərin qurulması, relating each other. qarşılıqlı əlaqələr daha sürətlə We are going və intensiv inkişaf etsin. Yaxın zamanlarda between Belgrade and Baku. Belqrad və Bakı arasında birbaşa uçuşları açacağıq və aramızdakı təmaslar It used to be the case. əvvəlki dövrlə müqayisədə daha sıx olacaq. Eyni zamanda Culture, sport, mədəniyyət, idman, economy, agriculture, iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, cooperation. hərbi texniki əməkdaşlıq kimi müxtəlif sahələrə gəldikdə tam əminəm ki, bizim əlaqələr The seal dünyanın istənilən iki ölkə arasında mümkün münasibətlərlə müqayisədə daha genişdir. wanted to add just one more thing. Sadəcə bir məsələni də əlavə etmək istəyirəm. Ilhan Aliyev. Mən əziz dostum İlham Əliyevdən çox şeyi öyrənirəm. Nəinki bugün, Spent həmçinin digər vaxtlarda. than expected even today. Elə bu səbəbdən bugün həmin məqsədlə daha çox vaxt sərf etdim. Mən gələcəkdə də belə edəcəm. To do this, I plan to do Bilirəm this ki, in the future as well. o çox sədaqətli bir dostdur. That he is a very Azərbaycan xalqı and I know that we can hər zaman many good things Serbiyadan from Azerbaijan, and I believe that as və Serbiya xalqından yalnız yaxşı işləri gözləyə bilər. Serbian people, Serbiya nazirlərindən Serbian ministers, xahiş edərdim ki, to be onlar as diligent, as dedicated Azərbaycanlı tərəfdaşlarımız kimi Azerbaijan is ürəkdən çalışsınlar. and wish you good work. Sizə işinizdə uğurlar arzu edirəm. Visit Azerbaijan. Mən yaxın vaxtlarda Azərbaycana səfər edəcəyəm. Before that, Bundan əvvəl there were many biz results
was çox discussing nəticələr əldə etməliyik. particular the issue of gas-fired power Xüsusi olaraq mən və nazir Dubravka Prezident Əliyevlə qazla işləyən elektrik enerjisi stansiyası məsələsini müzakirə etdim. president to participate Prezidentdən xahiş in that issue etdim ki, bu məsələ ilə şəxsən məşğul olsun. Çünki mən what we are not able to deliver on. edə biləcəyimiz və bilməyəcəyimiz işlər barədə çox səmimi danışdım. Prezident Əliyevdən zəmanət aldım ki, o şəxsən bu məsələdə bizə böyük kömək göstərəcək. Texniki əsaslandırma işləri başa çatdıqdan sonra biz bütün digər prosesləri sürətləndirməliyik. Azərbaycandan gəlmiş əziz dostlar, At home here in Serbia, Serbiyada özünüzü welcome. evdəki kimi hiss edin. Xoş gəlmisiniz. Wish you Hörmətli prezident, mən sizə, ailənizə, xalqınıza ən xoş arzularımı çatdırıram. Ümidvaram ki, sizi yenidən mümkün qədər tez qəbul edəcəyəm. Daha çox görüşlər olmalıdır. Çox sağ olun və Serbiyaya xoş gəlmisiniz. Sağ olun. Thank you, dear Mr. President, dear friends. First of all, Təşəkkür edirəm, hörmətli cənab prezident, əziz dostlar. İlk növbədə dəvətə görə təşəkkür edirəm. Yenidən Serbiyada olmaqdan çox şadam. Həmçinin not only təkcə Sunday, but bazar günü deyil, həm də milli bayram günündə mənə vaxt ayırdığına görə dostum Aleksandra minnətdaram. Yeri gəlmişkən dövlətçilik gününüzü təbrik edirəm. level of sincerity Bunun özü də aramızdakı səmiyyətin səviyyəsini nümayiş etdirir ki, dostluğumuz haqqında və əməkdaşlığımızı necə gücləndirəcəyimiz barədə danışarkən heç bir sərhədimiz, our friendship vaxt məhdudiyyətimiz, heç bir had extensive şübhəmiz yoxdur. with my Dostum prezidentlə geniş müzakirələr apardım. pressed with his vision, with Həmişə olduğu kimi onun bugünkü geosiyasi hadisələrin inkişafının müxtəlif aspektləri ilə bağlı baxışı, bilik və təcrübəsi məndə güclü təəssürat yaratdı. Balkanlarda, Cənubi Qafqazda və daha geniş regionda vəziyyət çox sürətlə inkişaf edir. Bir çox gözlənilməz ssenarilər mövcuddur. Ona görə də contact, fikir mübadiləsi, məlumat mübadiləsi aparmaq, baş verənlərlə bağlı müəyyən təhlillər etmək üçün hazır və daimi əlaqədə olmalıyıq ki, hədəfimizə achieve our target. maksimum dərəcədə çataq. Today Yeri gəlmişkən, bugün is a day when we dövlətçilik günüdür. Dövlətçilik haqqında düşündüyümüz bir gündür. people and Serbiya xalqını və prezidentini Serbiya dövlətçiliyinin möhkəmləndirilməsindəki nailiyyətləri münasibəti ilə təbrik etmək istəyirəm. leadership of President Ölkə prezidentin rəhbərliyi ilə uğurla inkişaf edir. Dövlətçiliyini, dövlət qurumlarını very glad gücləndirir. because Biz bunu müşahidə etməkdən çox şadıq. Çünki Azərbaycan və Serbiya this çox dost ölkələrdir. meeting Strateji Şuranın bugünkü ilk iclası da great illustration qərar verilmiş və razılaşdırılmış məsələlərin həyata keçirildiyinin and agreed is being implemented bariz bir nümunəsidir. today with almost half Bugün of members of hökumət üzvlərinin and this in demək olar ki, yarısı məni müşayiət edir. a lot of things to discuss. Bu özü də onu göstərir ki, nümayəndə heyətlərinin üzvləri arasında, hamımız arasında müzakirə ediləcək çoxlu məsələlər var. Friend Alexander to Azerbaijan. Dostum Aleksandrın Azərbaycana bu il tezliklə baş tutacaq səfərindən əvvəl bugünkü səfərin nəticələrini artıq əldə etməliyik. Mən Azərbaycan nümayəndə heyətinin bütün üzvlərindən xahiş edirəm ki, As always, buna maksimum dərəcədə ciddi yanaşsınlar ki, həmişə olduğu kimi razılaşdıqlarımızı nisbətən qısa müddət ərzində həyata keçirək. areas of partnership. Aleksandr artıq tərəfdaşlıq sahələrini müəyyən etdi. Today's agenda of Gündəliyə və bugünkü iclasımızın gündəliyinə və müvafiq nazirlər tərəfindən təqdimatlara baxsaq görərik ki, we not only gündəlik genişlənir. on political track, Biz təkcə siyasi istiqamətdə, beynəlxalq arenada sıx işləmirik. for our Eyni zamanda iqtisadiyyatlarımız, sənayelərimiz üçün vacib layihələr icra edirik. construction of the power plant, Prezident Vučić elektrik enerji stansiyasının tikintisini qeyd etdi. diversify
Hesab edirəm ki, bu Duration as a bizim enerji sektorunda əməkdaşlığımızı necə şaxələndirdiyimizin vacib göstəricisidir. Biz qaz əməkdaşlığından başladıq, indi isə növbəti mərhələyə bu qazın yekun məhsul olan elektrik enerjisinə çevrilməsi məqsədi ilə hər iki tərəf üçün maksimal səmərəliliklə necə istifadə olunmasına keçid edirik. major Azerbaijan Bu, Azərbaycanın son illərdə Avropaya əsas sərmayə qoyuluşlarından biri olacaq. Bu, həmçinin yüksək səviyyəli qarşılıqlı etimadı nümayiş etdirir. Çünki siz yalnız yaxşı münasibətləriniz olduğu ölkəyə və tərəfdaşlarınıza etibar etdikdə sərmayə yatırırsınız. Siz Aleksandr Vučićin müdrik rəhbərliyi ilə Serbiyada sabitliyin və inkişafın uzun müddət ərzində vacib long time. amil olacağını To account that we bilirsiniz. be on time. Mətbuata bəyanatla çıxış etmək üçün orada vaxtında olmağımızı nəzərə alaraq, mən də qeydlərimi artıq dediklərimlə məhdudlaşdırmaq istəyirəm. Həmçinin heyətlərimizə öz təqdimatları ilə çıxış etmək imkanını da vermək istəyirəm. Qonaqpərvərliyiniz və dəvətiniz üçün bir daha çox sağ olun.